Din bizə tövsiyə edir ki, insanları sev və sevməklə də kifayətlənmə. Sevgündən, məhəbbətindən digər insanlar bəhrələnsinlər, faydalansınlar. Bu məhəbbət o zaman dəyərlidir ki, başqalarına fayda verir, yalnız qəlbdə deyil. Məhəbbət qəlbdə qalarsa, bu İslam bu cür məhəbbəti bəyənmir. İnsanlar bir-birini sevsin və məhəbbətdən faydalansın, həyat, dünya cənnətə dönsün. İnsanlar bir-biri ilə davranışdan zövq alsın, nəinki bir-birini əsəbləşdirsinlər, əziyyətə salsınlar, bir-birinə qarşı bəd rəftar eləsinlər. Onda dünyanın həyatı da zindana çevrilir, dəyərdən düşür insanlar üçün. Hədislərə və ayələrə baxın, Quran ayələrinə baxın, müsəlman cəmiyyəti necə olar? Sonra özümüzlə müqayisə eləyə görərik ki, böyük bir uçurum var. Quranın və hədislərin əsas missiyası nədir? Necə olmalıdır? Onu bizə göstərməkdir. Bizə deyirlər, Quran oxuyun, hədisləri oxuyun, dini maariflənmə olsun, inkişaf eləsin, insanlar dini baxımdan maariflənsin. Bu cəhətdəndir ki, insan baxsın necə olmalıdır, sonra baxsın necədir və bu fərqi azaltsın mümkün qədər. Din bizə bildirir ki, ideal cəmiyyət, ideal insan necə olmalıdır? Din necə olmalıdığını başa salır insanlara və ona çatma yollarını göstərir. Ondan sonra insan özünə baxır və yaşadığı cəmiyyətə baxır, görür ki, bizim çox var hələ dindar olmağımıza. Biz elə hesab eləməyək, biz dindarıq, inanclıyıq. İnanclı olmaq gündə 17 rəkət namaz qılmaq demək deyil. Bizlə Allah istəyən mömin arasında, Allah istəyən cəmiyyət arasında böyük bir fərq var. Bu fərqi hiss eləmək özü bir rəhmətdir. İnsan başa düşər ki, məndə nöqsan var. Bu qorxulu bir şey deyil. Biz çox zaman qorxuruq nöqsanları görməkdən. Amma nöqsanları görmək özü böyük bir rəhmətdir. Nöqsanı bilməsən onu islah eləmək olmaz. İnsanlar arasında münasibətlər iki cür tənzimlənir. Bir qanunlar vasitəsilə, bir də əxlaq və mənəviyyatla. Qərb cəmiyyətlərin ən əsas eybi budur. Bizim cəmiyyətlərin də, müsəlman cəmiyyətlərin kifayət qədər eybi var. Amma bugünkü qərb nümunə kimi təqdim olunur dünyaya. Biz də elə bilirik ki, onlar bu münasibətlərdə yüksək mərhələyə çatıblar, amma onların əsas nöqsanlarını bilməliyik ki, o səhvləri təkrar eləməyək. Qərb cəmiyyətlərinin ən böyük nöqsanı budur ki, insanlar arasında münasibətlər daha çox qanunlarla tənzimlənir. Daha çox qanunlara üstünlük verilir. Və bir cəmiyyətdə qanunların çoxluğu o cəmiyyətin kamilliyinin göstəricisi deyil. Əksinə, bəzən tənəzzülünün göstəricisidir. Təbii ki, qanun olmalıdır, qanun vacibdir olsun. Qanun olmasa cəmiyyətdə nizam olmaz. Amma hər şey sırf qanuna əsaslanırsa, cəmiyyət mexaniki cəmiyyətə çevrilir, hərarət aradan gedir. Mexaniki cəmiyyətdə yaşamaq da maraqsızdır, dəyərsizdir. Qərbin ən çox əziyyət çəkdiyi məsələ, bu mənim sözümdür, qərb mütəfəkkirlərinin kitablarında da çox oxumuşam mən. Deyirlər ki, ən çox narahatçılıq doğuran məsələ budur ki, biz cəmiyyətlərimizi mexaniki cəmiyyət halına salmışıq. Bizim cəmiyyətlərdə hər şey quru qanunlara əsaslanır. Belə yaşayışdan cana doyublar, yol axtarırlar onlar. Hədislərimizdə qeyd olunur, İmam Zaman ağa zuhur eləyəndə ki, ideal cəmiyyət diriyi yaranacaq, o cəmiyyətdə insanlar arasında münasibətlər daha çox əxlaq və mənəviyyata söykənəcək, nəinki qanunlara. Qanunlar çoxdursa, deməli, etimad azdır insanlar arasında. Etimad azaldıqca qanunlar daha artır, çoxalır. İslam deyir, qadının vəzifəsi deyil, ev işlərini görsün. Qadının vəzifəsi deyil, həyat yoldaşına xidmət eləsin, yemək bişirsin, uşağa baxsın. Bu nə deməkdir? Bu sözün mənası nədir? Yəni, bu işləri kişi görməlidir. Uşağa kişi baxmalıdır, paltarı kişi yumalıdır, yeməyi kişi pişirməlidir. Mənası budur. Əlbəttə ki, belə deyil. Mənası bu deyil. İslam bunu demək istəyir ki, mən istəmirəm ailədə hər şey qanunlarla tənzimlənsin, qanunlarla idarə olunsun. Ailə inzibati bir quruma çevrilməsin.
İslam qanun qoymur, amma deyir ki, insan könüllü şəkildə, məhəbbətlə, sevgi ilə bu işləri görsün qadın. Hər şey qanunla olsaydı, o zaman ər-arvad münasibəti bütün hərarətini itirərdi. İslam istəyir ki, qadın mehribansılıqla, məhəbbətlə öz ailəsinə xidmət eləsin. Bunu sırf qanunun tələbi kimi icra eləməsin. Övladına yemək bişirməkdən, həyat yoldaşına xidmət eləməkdən zövq alsın. Əlbəttə, işləmək, işləməmək bu qadının öz işidir. İslam heç bir məhdudiyyət qoymur. Amma eyni zamanda xatırladır ki, qadının ən böyük missiyası ailədə isti mühit yaratmaqdır. Bu çox mühüm məsələdir. Buna din qanun qoymur. Çünki qanun qoymaq insana hörmətsizlik olar, qadına hörmətsizlik olar. Ki, mən səni məcbur eləyirəm. Qanun budur ki, sən həyat yoldaşına xidmət eləməlisən, uşağına süd verməlisən. İslam istəyir hərarət olsun ailə mühitində və övladlar isti mühitdə tərbiyə alsınlar. Gözün açıb görsünlər ki, hamı bir-birinə can deyib can eşidir. Və bu xəyalpərəstlik deyil, İslamın təqdim elədiyi ailə modelidir. Ailə çox mühüm məsələdir. Ailədə münasibətlər pozulsa, cəmiyyət bərbad olacaq. Cəmiyyəti heç cür islah eləmək olmaz. Nə qədər moizə eləyirsən elə, nə qədər maarifləndirmə aparırsan apar. Ailədə münasibətlər düzgün tənzim olunmursa, insanın islahı mümkünsüzdür. Cəmiyyətin tərəqqisi mümkünsüzdür. Təsadüfi deyil ki, yad mədəniyyətlər birinci ailəni hədəf alırlar. Özümüzdə də görürük bunu. Bu seriallar, filmlər, bayağı mədəniyyət ilk növbədə ailəni hədəfə alır. Ailə münasibətlərini pozmağa yönəlib. Müxtəlif tədbirlər gender adı ilə, qadın-kişi bərabərliyi adı ilə əslində bizim malik olduğumuz ailə institutunu dağıtmağa yönəlmiş hərəkətlərdir. Çünki ailədə münasibətlər dağılarsa, cəmiyyət sağlam ola bilməz heç vaxt. Ailə cəmiyyətin özəyidir, şuar xatirinə deyilmiş söz deyil. Bu, ictimai münasibətlərin fəlsəfəsidir. Bu qədər ailə hədəfə alınır. Çünki məqsəd var arxasında. İstəyirlər müsəlman cəmiyyətləri dəyərlərindən üst çevirsin. Bunun üçün gərək ailədə münasibətlərdən başlansın. Uşaq göz açsın, bilməsin böyük kimdir, kiçik kimdir. Hərə özü üçün yaşasın. Buna müxtəlif elmi adlar verirlər, nəzəri don geyindirirlər. Amma məqsəd bundan ibarətdir. Cəmiyyətdə niyə görə etimadsızlıq mühiti yaranır? Ailədən başlanır. Və bir çox ictimai münasibətlərə də sirayət eləyir. Bugün bizim cəmiyyətimizdə kifayət qədər dediyim məsələlərə nümunələr gətirmək olar. Bugün niyə kreditlə çox mal alınır məsələn? İnsanlar bir çox şeyi kredit vasitəsilə əldə edirlər. Onun səbəbini siz deyə bilərsiniz ki, bu maddi vəziyyətin aşağı səviyyədə olmasındandır, imkansızlıqdandır. Amma yeganə səbəb bu deyil. Səbəb bir də budur ki, insanlar əvvəllər bir-birinin yanına borc almaq üçün gedirdi və bir-birinə borc verirdilər, vaxt verirdilər ki, yavaş-yavaş pulu qaytararsan. İndi o dəyərlər aradan gedir yavaş-yavaş. İnsanlar bir-biri ilə üz-üzə gəlməmək üçün bu nizamlar yaranır. Çünki etimadsızlıq var. Borcu verən bilmir onu ala biləcək ya yox. Və yaxud hətta bilirsə də etinasızdır kiməsə yardım göstərmək üçün. İslam bəyənən cəmiyyətdə belə hallar olmaz. Mən bir nümunə üçün bunu dedim əlbəttə. Yüzlərlə belə misal çəkmək olar. Amma hədislərimizə baxın, İmam Sadiq əleyhissalam buyurur. Din qardaşının, mömin qardaşının bir hacətini yerinə yetirən adam İmam Sadiq buyurur. Allah onun qiyamətdə 100 min hacətini yerinə yetirər ki, biri cənnətdir. Biri cənnətdirsə gör, digərlər nədir mən bilmirəm. Qiyamətdə Allah o adamın 100 min hacətini həyata keçirər, yerinə yetirər. İmam Sadiq əleyhissalam buyurur ki, biri mənə müraciət eləyəndə bir kömək üçün tələsirəm onun hacətini yerinə yetirəm ki, birdən bu savab mənim əlimdən çıxar, başqası onu eləyər. Amma biz qaçırıq ki, mənə deməsin, getsin başqasına desin. Baxın, İslam mədəniyyətinin dediyi münasibətlər hara, bizim münasibətlərimiz hara.
Peyğəmbərimiz buyurur ki, bir müminin bir hacətini yerinə yetirmək bir ömür ibadətlə keçirməkdən üstündür. Din bu deməkdir. Din namaz qılmaq demək deyil. Onu başa salmaq istəyir. Bir ömür, hətta mən görmüşəm hədisdə 950 il. Bu rəqəmlər göstərir ki, ibadətlə məşğul olmaqdansa bir müminin bir çətinliyini həll eləyəsən. İmam Sadiq buyurur ki, yer üzündə Allahın bəndələri var ki, dünya, axirət hacətləri üçün cəmaat onlara üst tutar. Adamlar var da, xoşbəxt adamlardır. Çətinliyə düşən kimi o yadıva düşür ki, gedim ona deyim. Bu böyük bir dəyərdir insan üçün. İmam Sadiq buyurur ki, Allahın yer üzündə belə bəndələri var ki, cəmaat dünya və axirət hacətləri üçün onlara üst tuturlar. Onlar həqiqi möminlərdir, Peyğəmbər buyurur. Və Allahın amanında olacaqlar qiyamət günündə. Qiyamət günündə, o qorxu günündə bunlar Allahın pənahında, amanda qalacaqlar. Amma cəmiyyətdə bu fədakarlıq yoxdur. Çünki biz dindən uzaq düşmüşük. Və yaxud dinə gəlirik, elə bilirik din ancaq məscidə gəlmək, ziyarət aşırı oxumaq, namaz qılmaqdır. Bunlar hamısı çox dəyərlidir. Amma din bundan ibarət deyil. Din daha geniş anlayışdır. Din istəyir belə bir xüsusiyyət yaratsın insanlarda. Ki, bir-birinə qarşı fədakar olsunlar, canlarını versinlər. Cəmaat namazının nə fəlsəfəsi var? Soruşdunuz, mən deyəcəm, yeganə fəlsəfəsi budur, cəmaat namazının, cümə namazının. Yeganə fəlsəfəsi budur ki, insanlar arasında mehribançılıq mühiti yaratsın. Başqa bir səbəb axtarmayın cəmaat namazında. Hədisdə var, kim cəmaat namazı qıla bilərsə, evində tək namaz qılırsa, imkanı var getsin cəmaat namazı qılmağa. Yəqin bilsin ki, namazı qəbul deyil. Yəqin bilsin. İmkanı varsa, işi imkan verirsə, şəraiti varsa, gedib məsciddə cəmaat namazı qıla, evində qılırsa, bilsin ki, qəbul olmayacaq. Din istəyir, çiyin-çiyinə deyanasan, çiyinin birinin çiyninə dəysin, hiss eləyəsən, o hərarəti hiss eləyəsən. Bütün ictimai ibadətlərin fəlsəfəsi bundan başqa bir şey deyil. İstəyir, mehriban mühit yaransın. Din istəmir adamlar bir-birindən qaçsın. Görsən, qonşu qonşudan qaçır, o ondan qaçır. Din deyir, gəlin məsciddə cəm olun, məcbur eləyir birləşsinlər və bir-birindən mehriban olsunlar. Bir cəmiyyətdəki adamlar bir-birindən qaçır, gözünü bir-birindən qaçırdır, o nə cəmiyyətdir? O necə cəmiyyətdir? Onun İslami cəmiyyət olmağa nə dərəcədə haqqı var? Ki, cəmaat bir-birindən üzünü çevirir ki, salam verməyə güclə verir. İslamın başlıca hədəfi insanlar arasında münasibətləri tənzimləməkdir. Tək yemək deyir, məkruhdur. Bir adam nahar yiyəcək, axşam yeməyi yiyəcək, deyir, tək oturub yemək məkruhdur. Hədisdə var, Allahın rəhmətindən uzaqdır, məlundur, lənətə düçar olur o şəxs ki, oturub tək çörək yiyir. Çünki istəyir, ailə süfrədə cəm olsun, dostlar bir yerdə otursun, bir yerdə nahar eləsinlər, axşam yeməyi yesinlər, yemək vaxtı bir yerdə olsunlar. Nə qədər təkid olunub ki, insanlar bir-birinə münasibətlərini sıx eləsinlər. Nə qədər təkid olunub qohumlarla münasibətə. Peyğəmbər buyurur ki, hal-hazırki ümmətimə, burada olanlara və olmayanlara və hələ dünyaya gəlməmiş gələcək nəsillərə tövsiyə eləyirəm ki, bir illik yol qət eləməklə olsa belə qohumlarının ziyarətinə getsinlər. Bir il yol getməklə olsa belə. Çünki silə-i rəhm, qohumları ziyarət eləmək dinin hissəsidir, vacib hissəsidir. Nə qədər bəlalar uzaqlaşır qohum-qohumun evinə gedəndə, bilmirik biz. Hədisdə var, bəlalar uzaq olur. Ruzu verir Allah adama. Adamın ruzusuna bərəkət verir qohumların ziyarətinə getmək. Ömrü artırır. Bu qədər bəyənilmiş əməldir. İmam Səccad əleyhissalam oğluna nəsihət eləyir.
İmam Baqir əleyhissalama. Buyurur, övladım, öz qohumları ilə qohumluq əlaqəsini kəsənlərlə oturub durma. O adamlar ki, qohumları ilə pis rəftar edir, əlaqəni kəsiblər, onlarla oturub durma. Çünki Allah Quranın 3 yerində onları lənətləyib. Kim istəsə mən xütbədən sonra ayələri deyərəm, harda lənətləyib. Quranın 3 yerində Allah lənət oxuyub o şəxslərə ki, qohumları ilə əlaqələrini pozublar. Peyğəmbər buyurub 3 dəstə insan bilsin ki, cənnətə daxil olmayacaq. Şərab içənlər, sehirbazlar, bir də qohumlarla əlaqəsini kəsən insanlar. Allah xoşlamır iki müminin, iki insanın arasında soyuqluq yaransın. Hucurat surəsinə baxın, münasibətlərdən danışır. Hucurat surəsi gözəl surələrdən biridir. Quranın bütün surələri gözəldir. Hucurat surəsində insanların və möminlərin bir-biri ilə münasibətləri haqqında çox ayələr var. Kim istəsə getsin elə bugün tərcüməsinə baxsın. İnnəməl mu'minunə ixvə. فَأَسْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تَتَّقُونَ تُرْحَمُونَ. Buyurur, həqiqətən möminlər qardaşdılar. Demir qardaş kimidirlər. Buyurur, qardaşdılar və qardaşların arasını düzəldin. Birdən soyuqluq yarandısa, işinizi atın, gedin o ikisinin, üçünün, beşinin, bilmirəm, ixtilafı varsa gedin ixtilafları həll edin. Quranın əmridir bu. Qoymayın iki nəfər bir-birindən küslü qalsın. Əleyhissalam şəhadət yatağında yatırdı. Ən mühüm vəsiyyətlərini Həzrət Əli orada deyib. Özdə huşdan gedirdi, özünə gəlib danışırdı. Biraz vəsiyyət eləyirdi, halı çox pis idi. Təzdən özündən gedirdi, birazdan gözünü açırdı, davam eləyirdi. Belə danışıb. Yəni, görün nə vəziyyətdə bu sözləri danışıb Əleyhissalam. Özdə kimə danışıb? İmam Həsənə, İmam Hüseynə, öz balalarına. Axır nəfəsində. Buyurur ki, mənim övladlarım, İmam Həsənlə İmam Hüseynə buyurur, babavuz Peyğəmbərdən eşitdim ki, insanlar arasında mehribansılıq yaratmaq bütün namaz və ibadətlərdən üstündür. Həzrət Əlinin axır vəsiyyətidir. Yalan nə qədər pis əməldir? İslamda buyurur ki, şərab bütün pisliklərin açarıdır, dalıca buyurur, yalan ondan da pisdir. Yalan danışan bütpərəst kimidir, hədisdə var. Amma İslam icazə verir iki nəfəri barışdırmaq üçün yalan danışasan. İstisna hallar var ki, orada yalan caizdir, iki nəfəri barışdırmaq üçün. İslam icazə verir buna. Peyğəmbər buyurur, 3 gün iki mömin bir-birindən küslü qalıbsa, birdən o məqamda ölsələr, ikisi də qeyri-müsəlman kimi ölüblər. Onlar müsəlman olmağa haqları yoxdur. Çünki bu şeytanın istəyidir. İnnəmā yuriduş-şeytan ən yuqi'a beynəkumul adavətə vəl-bəğza. Şeytan istəyir sizin aranızda kin-kudurət və düşmənçilik yaratsın. İmam Baqir əleyhissalam buyurur ki, şeytan möminləri dindən çıxardana qədər aralarında kin-kudurət yaradır. Elə ki, küstülər bir-birindən, görün necə ifadə edir. Şeytan rahat nəfəs alır. Arxası üstə uzanır və deyir ki, qələbə çaldım. Yəni də bunlar kafir oldular, namaz qılsalar belə. Amma Sadiq əleyhissalam buyurur, barışanda iki nəfər fəryad eləyirdir, vay olsun mənim halıma, mən həlak oldum, məhv oldum. Bu İslam mədəniyyətidir. İnsanların bir-birinin üzərində olan haqları, o haqları yerinə yetirmək. Möminlər buyurur, qiyamətdə bir-birinə haqlarını bağışlamasalar cənnətə getməyəcəklər. Bu haqlar bilirsiniz nə qədər çoxdur. Bayramlar olur, buyurur, ən bəyənilmiş əməl budur ki, bir-birinizin evlərinə gedin. Qonaqlığa gedin, özdə qohumların evinə. Kimə ehsan vermək, qonaq kimi qəbul eləmək daha yaxşıdır. Dostu yoxsa qohumu, İslam buyurur, qohum daha yaxşıdır. Çünki dostlarla oturursan, çörək yiyirsən, adını ehsan qoyursan, amma öz həvəsi təmin edirsən. Xoşladığın çevrədir, deyirsən, gülürsən, adını da qoyursan ehsan. Ehsan odur ki, o yaddan çıxmış bir qohumuvu yad eləyəsən, yaddan çıxmış bir adamı, yoxsa elə deyib güləsən, ancaq istədiyini, haçan görsün, istədiyi adamlarla oturub, ürək istəyən adamlarlandır.
Bu İslam istəyən hərdən də özümüzü alladırıq ki, mən Allah yolunda bunu eləyirəm. Allah yolunda budur ki, o yaddan çıxan adamı yada salasan. Bu bizim mədəniyyətimizdə var və Allah eləməsin ki, bu bizim əlimizdən çıxsın. Bayramlarda, xoş günlərdə bir-birinizin evinə gedin. Mən bir dəfə bir tədbirdə idim, bir müsəlman danışırdı. Deyirdi, mən Avropadan gəlirəm, özü də bunu yaxşı bir şey kimi danışırdı ki, bizim hələ onlardan öyrənməli çox şeylərimiz var. Özü də ibadət edən bir müsəlman idi. Deyir, mən getdim hansısa Avropa ölkəsinə, bilməm, yadımdan çıxıb, mən xatırlamıram hara. Birinin evində qonaq qalmışdım, nahar vaxtı mənə çıxartdı, dedi, bir restoran oradadır, gedib çörəyi yeyə bilərsən. Deyirdi, bu yaxşı bir şeydir. Biz isə gətirib yeməkləri tökürük qonağın qabağına. Bu malik olduğu dəyəri özünə nöqsan hesab eləyir, səhv hesab eləyir. Bilmir ki, onların bütün başına gələn bəlaların kökü bundadır. İslam mədəniyyətində, İslam tərz təfəkküründə ictimai münasibətlərə çox önəm verilir və bu münasibətlər mehribançılıq və mərhəmətə əsaslanmalıdır. Amma bunu qeyd eləmək istəyirəm ki, mehribançılıqla rəhmin fərqi var. Bu nöqtəyə də işarə edib sözümü tamamlayıram. Biri var rəhməcələ ürəyim, zəiflərə qarşı, məhrum insanlara, əldən ayaqdan düşmüş insanlara ürəyin yana. Bu böyük bir hünər deyil. İnsan elə bir fəqir insan görəndə, şikəst insan görəndə ona ürəyi yanırsa, bu böyük bir fəzilət deyil. Hərçənd ki, yaxşı əməldir. Bu barədə də hədislərimiz çoxdur. Amma mehribançılıq başqa bir şeydir. Mehribançılıq bütün insanlara qarşı qəlb genişliyidir. Biri təzə maşın alıb, yanından keçəndə sevinəsən, dua eləyəsən, deyəsən bunu sağlıqla işlətsin. Qəzəblənməyəsən, ona qəzəblə baxmayasan. Biri böyük bir geniş ev düzəldib, heç tanımadığın adam ola. Evinin yanından keçəndə deyəsən ki, Allah buna saadətli ömür qismət eləsin. Varlı görəndə elə bilməsən ki, elə varlı adamlar hamısı pis adamdır. Yəqinin var kiminsə haqqını yiyib alıb, o başqa məsələ. Yəqin bilirsənsə, amma yəqin bilmirsənsə, dinən inşallah halaldan qazanıb. Hər bir insanın müvəffəqiyyətinə sevinəsən, şad olasan. İslam belə bir qəlbə malik olmaq istəyir öz tərəfdarlarından, ardıcıllarından. Mehribançılığın mənası budur, ancaq ehtiyaclılara qarşı mərhəmətli olasan. Özündən üstün bir adam görəndə, yaşı səndən yaşının yarısı qədərdir, amma özünün maddi güzaranı yaxşıdır, ondan narahat olmayasan. Ona da sevinəsən, ona da qarşı mehriban olasan, onu da ürəyində dua eləyəsən ki, nə yaxşı ki, bu insan belə bir nemət Allah ona bəxş eləyib. Allah bəzi peyğəmbərlərinə sərvət verib, Davuda verib, Süleyman əleyhissalama verib, Həzrəti Yaquba verib. Var dövlət, sərvət sahibi olmaq, o deməkdir biz ondan şübhələnək, pis baxaq ki, hə, bu belədir. Hər bir insana qarşı ürəyimizdə mehribançılıq olsun. Zatən insan hamıya qarşı mehriban olsun. Və bu moizələrə də qulaq asanda nəticə belə olmasın ki, hamı fikirləşsin ki, niyə mənə qarşı belə deyirlər? Hamı fikirləşsin ki, niyə mən belə deyiləm? Özünü sevən adamlar, mənəmsili ilə ürəyi dolan adamlar nə danışırsan, başqasından onu umur. Moizədən belə nəticə alır. Qulaq asır, deyir, gördün də filan kəs nə dedi? Amma özün öz nəfsüə müraciət elə, dinən gördün də Peyğəmbər nə buyurub? Necə davranmalısan, necə münasibətdə olmalısan. Və bizim bağlandığımız Əhl-i Beyt ona görə həm də bu qədər dəyərlidir ki, son dərəcədə mehriban insanlar idi. Gəldi İmam Rızanın yanına biri, bir nəfər, sözümü tamamlayıram. İmam Rızaya müraciətlə dedi ki, Yəbnə Rəsulillah, la tənsini minə dua. Duada məni yaddan çıxartmayın. Ağa baxdı ona dedi ki, sən elə bilirsən, məyər mən səni unuduram duada, məndən iltiması dua edirsən, mən səni yaddan çıxardıram. O xəcalət çəkdi, başını aşağı saldı, utandı. Dedi, ağa bağışlayın. İmam soruşdu, nəyə görə üzr istədin? Deyir, heç mən səhv elədim, dedim, məni dua eləyin. Siz dediniz ki, mən onsuz da dua eləyirəm. İmam soruşdu ondan ki, səncə necə dua eləyirəm səni? Cavab verdi ki, yəqin siz bütün sizi sevənləri dua eləyirsiniz, onların içində mən də varam. Dedi, yox, düz başa düşməmsən. Nə zaman bir çətinliyə düşürsən, ürəyindən keçir, kaş İmam Rıza məni yad eləyərdi, elə o anda əlimi duaya qaldırıram. O anda yadımdan
xatirəmdən keçirsən. O anda sənə nəzər eləyirəm. Sənin çətinliyin sizdən qabaq bizi narahat eləyir. Biz bu cür mehriban insanların ardıcılıyıq. Biz bu cür insanların arxasınca gedirik. İmam Zaman ağa deyir, bizim ləyaqətimiz yoxdur bizə nəzər eləsin. Biz günahkarıq. Kim deyib ki, İmam Zaman ağa günahkarlara nəzər eləmir? Elə onların böyüklüyü bundadır ki, mənim kimi ləyaqətsiz adama da nəzər eləyirlər. Günahkar insanlara da nəzər salırlar. Əhl-i Beytin bütün qiyməti, dəyəri ilk növbədə Allaha bağlılığına, sonra da insanlara qarşı bu qədər mehriban olmasındadır. Tək hədislərdə var İmam Zaman barəsindəki tək sizi ad-ba-ad tanıyır. Sizin bütün gündəlik həyatınıza nəzər eləyir. İmam Zaman özü buyurur ki, elə bilməyin siz bizim yadımızdan çıxmısınız. Tək hər məişətinizə, xırda çətinliklərinizə qədər Allah onu bizə bildirir. Siz deməyin bir adamın beynində bu necə yerləşir. Onların beyni maddi beyin deyil. Onların ruhu bu aləmə əhatə eləyib. Biz Əhl-i Beytin məqamını, Peyğəmbərin, onun ailəsinin məqamını öz məqamımızla müqayisə edirik. Bizə qəribə gəlir ki, milyonla insanın dərdini necə bilmək olar. Amma onlar Allahın höccətləridir. Onlar heç bir varlıq yaranmamışdan qabaq yaranmışdılar. Bütün varlıq onların zərrələrindən yaranıb. Onlar ruhu baxımdan bütün aləmi əhatə eləyiblər. Və xüsusən də Əhl-i Beyt məclisləri, İmam Hüseyn məclisləri, bir arif, alim qətiyyətlə deyirdi, mümkün deyil bir dəstə insan bir yerdə cəm ola, İmam Hüseyni yad eləyə, mümkünsüzdür ki, İmam Zaman o məclisə nəzər eləməyə, gəlib baxmaya. Və Əhl-i Beyti dəyərləndirən ən əsas xüsusiyyətlərdən biri budur ki, son dərəcədə mehriban idilər. Bir məmur təyin eləmişdi, Yezid uşaqları Şama gətirirdi, əsirləri. Yolda nə qədər vurdular, əziyyət verdilər, gəldi Yezidin yanına, dedi, amma insafla danışıq, nə gözəl ailədirlər bunlar. Yolda bunlara o qədər əziyyət elədik, birinin dilindən nalayiq söz eşitmədik. Başda xanım Zeynəb olmaqla. Sonra Şamdan Mədinəyə bunlar qaydanda tapşırıq verilmişdi ki, day bunları döyməyin. Elə ki, Mədinəyə gəlib çatdılar, xanım Zeynəb xanımlara dedi ki, üstünüzdə qızıldan, zaddan nə qiymətli əşya qalıbsa verin mənə. Topladı, gəldi o məmura verdi ki, təşəkkür edirik ki, yolda uşaqlarımıza əziyyət eləmədiniz. Düşmənə qarşı mərhəmət, bu zəlillikdir. Zeynəbə kimsə zəlillik nisbəti verə bilməz. Çünki Zeynəb o zalimların müqabilində hansı necə hərəkət elədi, o tarixə məlumdur. Amma eyni zamanda onlara qarşı o cinayətləri eləyən, ortada olan o nadan insanlara qarşı belə mərhəmət və mehribansılıqla davranırdılar. İslam belə bir məktəbdir və belə bir dəyərləri insanlar arasında təbliğ eləyir. Allah bizi bu məktəbin layiqli davamçılarından qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vesvasil xannas, ellezî yuvesvisu fi sudurin nas, minel cinneti ven nas. Sadaqallahul aliyyul azim.